Elhamdülillah və salatu və selamu alə Rasulillah və bə'd. Belə insanlar badvallardan danışırlar. Yəni, bu insanlar vallahi 3 nəfər olurlar. 4-cü nəfəri görəndə narahat olmağa başlayır. Bu adamlar o adamlardılar ki, nə olsun oxuyub gəlib, düzdür? Tələbədir, nə bilim, dəhşətdir, nəhiv deyəndə o ağla gəlir, sarf deyəndə o ağla gəlir, nə bilim, insanlar onu şişirdiblər, eləyiblər İbn Teymiyyə və s. Bu adamlar, yəni, olduqları hal üzərə kaş ki qalaydılar. Yəni, gəlməsən, oxumusan, düzdür? Nə etmək lazımdır, qardaşım? İnsanlara fayda vermək lazımdır. Münsiflər heyətinə ehtiyac yoxdur. Kifayət qədər toplumda münsiflər heyəti var. Sən oxumuş gəlmiş insansan. 4-cü adamı görəndə narahat olmağa başlayırsan. 10 nəfərlik bir məclisdə otura bilmirsən, amma nə edirsən? Dəvətçilər haqqında danışırsan. Filan tələbə, filan dəvətçi, onun mənhəcində problem var, o şaz görüşlərlə əməl edir, o kimdir ki danışır, nə bilim nə. Yəni, kim danışsın, qardaşım? Sual verir, deyəcək ki, heç kim yoxdur. Sən varsan da, düzdür? Heç kim yoxdur deyən insan deyir ki, mən varam. Məşəllah, Allahümmə bərik. Qardaşım, hardasan, sən yoxsan axı. Gəl ortaya çıx, dəvət həyatına gir. İnsanları 1 il dəvət elə. Görək sən 2-ci il ortalıqda səni insanlar axtaranda tapa biləcəklər. Səni indi axtarıb tapa bilmirlər. Sənə deyəndə ki, filan adamın ailə məsələsi var. Filan adamın ticarətində problem var. Filan adamın filan məsələsi var. Filan problemi var. Sənə deyilmir ki, sən əhlisən, biz əhli və s. Allah qorusun, kimsənin belə bir iddiası yoxdur. Amma sən bu dili bilirsən. O adamın sualını alimlərə yönləndirə bilərsən. Alimlərdən aldığın cavabı onlara verə bilərsən. Fayda verə bilərsən də, düzdür? Baxırsan ki, heç bir məsələdə yoxdur. Bu adamın bir dənə dərdi var. Dəvətçilər. Başqa da adamın danışdığı heç bir şey yoxdur. Filan dəvətçi, o filan vaxtı filan söz deyib. O kimdir ki danışır? O filan vaxtı biz onunla oxuyanda filan sözü demişdi. O irabında bu problem var, nə bilim nə var. İşi gücü, bu adamın işi gücü bundan ibarətdir. Yaxşı qardaşım, hamı pisdir, düzdür? Sən hardasan sən? Niyə çıxıb insanları dəvət eləmirsən? Nədir sənin dərdin? Əgər eləyə bilmirsənsə, bu insanın əslində problemi içində olan bir düşmənçilik var. Yəni, özü ilə də əslində problem. Onunla dalaşa bilmir. Onunla dalaşsa, özünə sual verəcək ki, mən niyə 15 il oxumuşam? Mən niyə 10 il oxumuşam? Əgər indi mən danışmıramsa, danışa bilmirəmsə, düzdür? Səbəblər müxtəlifdir. Səbəblər müxtəlif olub sən içində üzrün də ola bilər. Amma sənə haqq vermir ki, sən danışmadığın halda o dəvət həyatının, nə olsun ki, sən tələbəsən, o dəvət həyatının məşəqqətini vallahi sən bilmirsən. Sən kitabları indi bitirib, üzlərini bağlamısan, gəlmisən, bu insanı tərk eləyin. Ətrafında olan insanlar var ya, buna əl çalan insanlar. Biri də sual vermiş ki, qardaşım, bizim bir tərəzimiz var da, ölçümüz. Qardaş, sən, əlhamdülillah, Allahümmə bərik, gəlmisən. Dərdin nədir? Fayda verən insanlara qulaq asmayaq. Qulaq asmadıq. Gəl sənə qulaq asaq. Sən yoxsan axı ortalıqda. Yəni, insan gəl adil olsun. İnsan ağzına nə gəldi danışmasın. O insan, yenə deyirəm, öz içindəki o nəfsi ilə mücadilə eləyə bilməyib. Baxır ki, kim var ortalıqda? Filan kəs. Düşmənçiliyini ona yönləndirir. Filan kəs var, düşmənçiliyini ona yönləndirir. Bütün enerjisini ona sərf eləyir. Kaş ki, o enerjini müsəlmanlara fayda vermək üçün sərf eləyərdi. Adamlar elə adamlardılar ki, yenə deyirəm, 4 nəfər olanda narahat olmağa. O restoranlarda bəzən o otaqların qapısı bağlanmır, kilit. O kilit bağlanmayan otaqda oturmur bu adam. Yəni, mütləq bunun oturduğu otağa heç kim girməməlidir. Bu 3 nəfər oturmalıdır, bu 4 nəfər oturmalıdır. Başqa adam görəndə narahat olmağa başlayır, nə bilim nə. Amma insanlara fayda verən, insanları münkərdən çəkindirən, insanları xeyrə dəvət eləyən insanlar haqqında dilini qorumur. Qardaşım, dəvət demirsən, dəvət belə olma. Çıx sən ortaya qoy, biz də deyək ki, əlhamdülillah, dəvət belə olmalıymış. Sən ortaya heç bir şey qoymamsan hələ. Sən hələ 1 il insanları çıx bir piyasada ol, bir səni insanlar görsünlər, sən kimsən, bir üzünü göstər, bir insanlar səni tanısınlar. Ondan sonra baxaq görək sən həqiqətən o danışdığın dəvətin haqqını verirsən yoxsa yox. Allah Azza və Cəllə buyurur ki, "Limə təqulun mə la təf'alun." Nə üçün etməyəcəyiniz şeyləri danışırsınız? "Kəbura məqdən indallahi an təqulu mə la təf'alun." Etməyəcəyiniz şeyləri danışmaq Allah tərəfindən böyük nifrətlə qarşılanır. O müsəlmanlar ki, bizə nəsihət edirlər, dəvətçilərə nəsihət edirlər, tələbələrə nəsihət edirlər. Vallahi istəyir biləni olsun, istəyir bilməyəni olsun. İstəyir qadını olsun, istəyir kişisi olsun. Hətta uşağı olsa, başımızın gözümüzün üstündə yeri var. Başımızın gözümüzün üstündə yeri var. Çünki o müsəlman ki, o nəsihəti ona görə eləyir ki,
sən etdiyin işin ən gözəlini ortaya qoyasan. Yəni mən bu gün bir iş görürəmsə, o mənə nəsihət edir ki, sən bunu belə eləsən, sən 10 addım qabağa düşəcəksən. Balaca uşaq olsa belə bizi sevindirir. Bir bacımızdan bu nəsihət gəlsə belə bizi sevindirir. Bir qardaşımızdan bu nəsihət gəlsə belə bizi sevindirir. İstər tələbə olsun, istər qeyri-tələbə olsun. Amma bir insan məqsədi səni düzəltmək deyil. Gəl o insana denən ki, qardaşım, tələbə demirsən, yanlış yoldadır. O tələbə, bu tələbə, heç kim yoxdur da piyasada. Doğru dəvət aparan yoxdur. Düzdür? Sən doğrunu bilirsən. Ya çıx insanlara doğrunu göstər ki, doğru belə edilir. Sənə baxıb nümunə alaq səni. Olmursa qardaşım, gedək o müsəlmanların yanına, doğrunu onlara göstər, onlar bir addım daha qabağa getsinlər. Nə danışırsan qardaş? Vallahi ürəyi partlayar onun. Onun ürəyi partlayar ki, mən gəlmişəm bu dəvətçini geri atmağa. Sən mənə deyirsən ki, ona nəsihət eləyir, ona bir addım hələ qabağa ataq. Yəni ona görə belə insanlar ki var, hansılar ki danışırlar, hansılar ki çıxışlar eləyirlər badvallarda, yəni ümumidə çıxış dediyim, yəni ümumidə və ya da bir məclisdə yox. Badvalda 3 nəfər 4-cü olanda narahat olur. O 3 nəfərə çıxış eləyən insanlar, bunlar xeyir əhli ola bilməzlər. Bunlar xeyir əhli ola bilməzlər. Yenə deyirəm, o şeytanla mübarizə aparır, o nəfsi ilə mübarizə aparır, elmi təzə bitirib və ya dəvətə təzə başlayıb. O elə bilir ki, dəhşətdir. Hələ heç bir şey görməyib, dəvətin məşəqqətini bilmir, ağıllı sənə musallat olur, dəli sənə musallat olur, müsəlmanların problemli insanları sənə musallat olur da olur. Yəni bunun qabağında hələ heç bir şey görməmsən, sən bir məşəqqət görməmsən, insanların dərdi, insanların problemi, problemli insanlarla qarşılaşmamsan, dərd çəkməmsən, bir sıxıntı çəkməmsən, hələ başdasan, o səndən çox-çox irəlidə olan, dəvət həyatında irəlidə olan insanlara arxadan daş atmağa çalışmaq, zaten xeyir vermirsən, yəni xeyrin sənə qalsın, sənə mübarək olsun, bari dilinlə insanlara əziyyət etmə. Yəni xeyir vermirsən, bari dilinlə insanlara əziyyət etmə. Bu bilənlər haqqındadır. Bir də var bunların zahilləri, heç bir şey bilməyənləri. Filan kəs niyə filan məsələdən danışmır? Düzdür? Yəni filan kəs niyə filan məsələ haqqında rəy bildirmir? Filan kəs niyə filan məsələ haqqında susur? Filan kəs niyə filan... Qardaşım, danışmaq istəyirsən, düzdür? Gəl, sənə biz şərait quraq, sən danış. Dəvətçi, nə bilim nə danışır, o gözəl çıxışlar eləyirlər. O insana gəlib dəvətlə bağlı deyəndə ki, qardaşım, biz bir kitabla bağlı bir layihəmiz var. Sosial şəbəkədə bir layihəmiz var. Allahın dininə, dəvətə yardım elə. Sən onun cibindən 1 manat çıxdığından şahid ola bilməzsən. 1 manatı bu dəvət üçün xərclənməyən insan oturub 1 saat dəvət necə olmalıdır ondan danışır. Belə insanlar səmimiyyətsizdirlər. Tələbəsi ilə, biləni ilə, nəhvdə güclü olanı ilə, fiqhdə güclü olanı ilə, həmbəlisi ilə, şafisi ilə, cahili ilə hamısından uzaq durulması gerəkən insanlardır. Bunlar bu ümmətin müsriflər heyətidirlər. Bunlar bu ümmətin müsriflər heyətidirlər. Ümmətə xeyir vermədikləri kimi, ümmətə xeyir verən insanlara da dilləri ilə əziyyət edirlər. Biz bunların hamısını əlimizin tərsi ilə itəririk. Heç bir kəramətləri də yoxdur, heç bir xeyirləri də yoxdur, heç bir qədir qiymətləri də yoxdur. Aydın oldu qardaş. Bunlar müsriflər heyətidir. Bizim müsriflər heyəti ilə də bir işimiz olmaz. Yəni ya haqq əhli olub haqq əhlinin yanında olacaqsan, ya batil əhli olub batil əhlinin yanında olacaqsan, ya da müsriflər heyəti olacaqsan ki, bunlar da müsriflər heyətidirlər. Bundan yana bir şübhəmiz yoxdur. Baxın, müsriflər heyəti olmaq sallallahu aleyhi və səlləmin dönəmində münafiqlərin xisləti idi. Yəni onlar otururdular məsciddə, əyləşirdilər. Allah yolunda malını çox gətirən insanlara deyirdilər ki, bunlara baxın, bunlar özlərini ümmətə göstərirlər, riyakarlıq edirlər. Az sədəqə gətirən, xurma gətirən insanlara da deyirdilər ki, bunlar da gətirdikləri xurma ilə ümməti qurtaracaqlarını zənn edirlər. Nə çox verəndən razı edirlər, nə az verəndən razı edirlər. Özləri isə heç bir şey etmirdilər. Bu xislət münafiqlərin xislətidir. Bu xislət xeyirli insanların xisləti olmayıb. Heç bir zaman xeyirli insanlar bir-birləri haqqında, heç bir zaman xeyirli insanlar bir-birləri haqqında, xeyir verən insanlar haqqında, fayda verən insanlar haqqında heç bir zaman bu cür zərər verici danışıqlar etməyiblər. Əksinə, yəni danışan adam sənin etiqad etdiyin şeyi danışır. Sənin cürət eləyib danışa bilmədiyin şeyi insanlara çatdırır. Sən insanların qınağından qorxursan, insanların təhqirindən qorxursan, insanların sözlərindən qorxursan, o qorxmayıb Allah Azza və Cəllənin yardım etməsi ilə, Allahın sabit saxlaması ilə öndə gedən insanın ha belə arxadan daş ataraq deyirsən filan məsələdə xəta eləyib, filan xəta eləyib düzəlt. Düz eləmir, yanlışını göstər. Gəl denən ki, qardaşım, bunu belə eləmə, belə elə. Çünki sənin inandığın şeyi insanlara çatdırır. Sənin inandığın dəvəti insanlara çatdırır. Dəvətçi olan insanları düzəltmək lazımdır. Dəvətdə yanlış bir şey varsa, doğru getməyən bir şey varsa, onu islah etmək lazımdır ki, çünki dəvət eləyən insan sənin inandığın şeyi insanlara təmsil edir, sənin inandığın şeyi insanlara anlatır. Onlarla, cahillərlə, müşriklərlə, kafirlərlə müxatab olub, onların mı dərdini çəksin, yoxsa sənin mi dərdini çəksin? Yəni, onun mu daş atmasına yönəlib cavab versin, sənin mi daş atmana yönəlib cavab versin? Vallahi çox da önəmli deyirlər.
necə sələflər deyirdilər ki, milçək vızıldayanda çönüb milçəyə baxan insan ona dəyər verir. Yəni belə insanlara çönüb baxsaq onlara dəyər vermiş olarıq. Dediyim kimi dəvət həyatında insan bir rolu yoxdursa, onun çox da bir çıxış etməsi, o gözəl çıxışlar etməsi, o məclislərdə badvalda oturub o meydanda olan insanlara, meydanda olan kişilərə dil uzatması çox da isabətli deyil, çox da doğru deyil. Bunlara baxıb qaylə almamaq lazımdır. Çox da insanların dırnaq arası İbn Teymiyyə ləqəbini verdiyi insanlardılar. Çox da dəhşətdilər, çox da dəryadılar. Bir dəyərləri yoxdur. Çünki xeyir əhli olan insan fayda verə bilmədiyi yerdə zərər verməz. Əgər mən bir insana faydam yoxdursa, ən azından ona zərər vurmamaqla ona fayda verə bilərəm. Ən azından dilimi onun üzərindən çəkməklə ona fayda verə bilərəm. Əgər mən həqiqətən də ixlaslıyamsa, onun yanlışlarını gedib ona gizlidə xatırladaram, ona nəsihət edərəm, etməsi gerəkən ən gözəlini ortaya qoyması üçün çalışaram. Amma yenə deyirəm, ürəyi partlayar. Yəni qəlbləri o andurar. Ona görə belə insanların məqsədi bir şeyləri düzəldib irəliyə aparmaq deyil, daha ziyadə o şeyi yıxmaq, o şeyi ortadan qaldırmaqdır. Allah Azza və Cəllə islah eləsin, çox da deyəcək bir şey yoxdur. Etməmiz gerəkən şey bu insanlardan uzaq durmaqdır. Əllərimizin tərsi ilə onları itələyəcəyik, öz yolumuza davam eləyəcəyik deyə bilərəm. Allah ən doğrusunu bilir.